Bu hədis çox ləzzətlidir. Bu tərif çox ləzzətlidir. İmam Rıza Aleyhisselam buyurur ki, Əl-İmam, Əl-Ənisur Rəfiq, Vəl-Validur Şəfiq. Buyurur, İmam, Ənisur Rəfiq, bilirsiniz necə dost, həmdərd dostları səni tam başa düşür. Yəni, otur onunla dərdini danışda səni tam başa düşür. Elə ki, dərdin oldu, gedib ona deyib yüngülləşirsən, deyirəm, Əl-Ənisur Rəfiq, həm söhbət olan dost. Vəl-Validur Şəfiq, İmam, şəfqətli atadır, ürəyi yanan ata. Vəl-Əxu Şəqiq, İmam, qardaşdır. Hansı qardaş? Nə böyük qardaşdır, nə kiçik qardaş, həm yaş qardaş, yaşıdır. Görün nələrdən istifadə edir. Böyüyün bir cür baxışı var, kiçiyin bir cür baxışı var. Ən yaxşı başa düşən əkiz qardaşdır. Vəl-Ummul Bərrəh bil-vələdi səğir. Axırda Allah qiyamət edir. Deyir ki, mehriban bir ana kimidir. Ana hamıya qarşı anadır da, böyük uşağına da qarşı. Amma deyir, bil-vələdi səğir. Südəməl uşağın anası lap başqa cür oluraqdır. Bütün gün oyla məşğul. Mehriban bir ana kimidir körpə balasına. Yəni, bütün gün onu təmizləyir, onu bəsləyir, ona süd verir, ana belədir də. Bütün gün oyla məşğuldur, gecə oyanır. İmamı gətirir, həm qardaş deyir, həm dost deyir, həm ata deyir, həm ana deyir. Yəni, hansı vəsflərlə izah eləsin ki, imam nə qədər mehribandır və kimdir? Hamını bilir kimdir, içindən xəbərdardır. Hamıya individual yanaşır.